Salam uşaqlar, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə Azərbaycan dilini necə möhkəmləndirməli olduğumuzu danışacağıq. Elə isə keçək videomuza. Deməli, Azərbaycan dilini möhkəmləndirmək üçün ilk öncə qrammatikadan bəhs edəcəm. Qrammatikanı möhkəmləndirmək üçün qaydalar çox yaxşı bir şəkildə oxunmalıdır. Yəni, sən qaydanın haqqında məlumatın olmalıdır ki, qaydanı biləsən. Qaydanı biləndən sonra artıq keçməsən testlər işləməyə. Qaydanı da, məsələn, əgər hazırlığa getmirsinizsə, YouTube-da müxtəlif videolar var. YouTube-dan baxa bilərsiniz, bir çox müəllimlər var, yəni onlardan baxa bilərsiniz. Əgər hazırlığa gedirsinizsə, müəlliminizin danışığından, yəni qeydlər götürə bilərsiniz ki, zaten bəzi insanlar hazırlığa gedib kifayət qədər məlumat öyrənə bilər. Heç evdə gəlib qayda oxumağa ehtiyac olmur. Məsələn, mən özüm evdə heç vaxt qayda oxumamışam. Elə hazırlıqda müəllimim nə deyibsə, onların hamısını yadımda saxlamışam, evdə də gəlib test işləmişəm. Yəni qaydaya ehtiyac duymamışam. Belə ki, mən 95 bal toplamışdım buraxılış imtahanında. Alınmasa da, amma 95 bal toplamışdım. Mən elə bil ki, 9-cu sinif imtahanında 55 bal toplamışdım Azərbaycan dilindən. Əslində ondan əvvəl Azərbaycan dili bazarım yaxşı idi. Sadəcə 9-cu sinifdə mən Azərbaycan dilinə ümumiyyətcə əhəmiyyət vermədim. Niyə? Çünki dedim ki, mən onsuz da Azərbaycan dilini bilirəm, yəni yazacağam. Sadəcə yaza bilmədim. 55 bal oldu. Üstəlik Azərbaycandan hazırlığa getməmişdim 9-cu sinifdə. Çünki çox mükəmməl bildiyimi düşünürdüm, amma səndən bilmirəmmiş. 10-cu sinifdə artıq hazırlığa getməyə başladım və 10-cu sinifdə 10, 11, burada nəticəmi qaldırdım. 95 bal elədim. 5 bal deyəsən, səhv eləmirəmsə mətnlərdən kəsilmişdi 5 balımda. Belə ki, mən evdə məsələn qayda oxumadım. Sadəcə evə gəldim, testləri işlədim. Bir də çoxlu mətn işləmək lazımdır. Çünki belə 10 dənə sual qrammatikadandır. İmtahanda, yəni buraxılış imtahanında 10 dənə sual qrammatikadır, 20 dənə sual da mətndəndir. Həmin bu 10 dənə qrammatika sualı cəmi 25 bal. 25 bal əhatə eləyir. Ancaq o 20 dənə ki mətn sualı var, bunlar ümumilikdə 75 bal əhatə eləyir və ona görə də çoxlu mətn işləmək lazımdır. Qrammatikada 10 dənə sualda ona yazmaq olar. Bu buraxılış imtahanında öz Azərbaycan dili elə o qədər də çətin düşmür. Orta səviyyədə, yəni asan, orta, müəyyən qədər çətinliklər də var. Biraz düşündürücü suallar var, amma yenə o qədər də belə full çətin olmur. Bu sadəcə 3-cü qrupların blok imtahanında Azərbaycan dili çətin və düşündürücü suallar olur. Yəni ki, müəyyən qədər oxumaqla və dim vəsaitlərlə işləməklə Azərbaycan dil balınızı yüksəldə bilərsiniz. Azərbaycan dilində ümumiyyətcə əlavə kitab oxumaya ehtiyac yoxdur. Nətər yəni əlavə kitab oxumaya ehtiyac yoxdur? Məsələn, o qədər müəllimlər var ki, güvən aldırırlar, nə bilim çoxlu MHM-dir, onu aldırırlar, bunu aldırırlar. Bunlara ehtiyac yoxdur. Sadəcə din vəsaiti yetərlidir ki, siz buraxılış imtahanında ən az bir 80-90% nəticə göstərəsiniz. 100 də göstərə bilərsiniz. Əlbəttə ki, bunu öz əlivizdədir. Sadəcə oxumaqdan asılıdır hər şey. 100 də göstərə bilərsiniz. Mən məsələn dim kitabından işləmişəm. Dim 1-ci hissə, 2-ci hissə kitablarından işləmişəm qaydaları. Mətnlərdə 60 mətn kitabı var. 60 mətn kitabından işləmişəm. 11 və 2-ci hissəsi var. Onu işləyəndə, həqiqətən 60 mətn kitabını işləsəz, imtahanda, buraxılış imtahanında mətn suallarını tam-tamına yaza bilərsiniz. Sadəcə o mətnləri diqqətlə işləmək lazımdır. Çünki bəzi suallar orada düşündürücü və müəyyən qədər çətinlər də olur. Bir də həm o kitabda qrammatika sualları da var. 10 dənə qrammatika, bir də mətnlər olur. İşləyə bilərsiniz yəni bunda. Tövsiyə olunacaq kitabdır. Sonra deməli mətni işləmək üçün qaydalarda yəni elə bir danışılacaq bir şey yoxdur. Sadəcə bildiniz ki, din vəsaitlərini işləmək lazımdır. Mətni işləmək üçün nə etmək lazımdır? Mətni ümumiyyətcə 10-10 yazmaq üçün nə etmək lazımdır? Belə ki, mətn tezisdir, xülasədir, üslubiyyatdır. Bunların hamısını bilməlisiniz. Tezislə xülasəni müəyyən videolar var YouTube-da, oradan da öyrənə bilərsiniz. Qayda kitablarında da var. Yox, qayda kitablarında bilmirəm varmı, yoxmu dəqiq. Mən öz müəlliməm, yəni danışanda elə oradan öyrənmişəm, müəlliməmdən öyrənmişəm. Hazırlığa gedirsinizsə müəllimədən də öyrənə bilərsiniz. Yox, olmasa YouTube-da müəyyən qədər videolar var ki, siz oradan hamısını tezislə, xülasədə öyrənə bilərsiniz. Üslubiyyat. Üslubiyyatı bəzi uşaqlar deyir ki, ay çox çətindir. Əslində üslubiyyat qədər rahat bir fən, rahat belə, necə deyim, mövzu yoxdur. Üslubiyyat çox rahatdır. Deməli, imtahana düşən daha çox 3 dənə üslub orada. Elmi, publisistik, bir də bədii üslub olur. Bunları ümumiyyətcə, bunun da YouTube-da videoları var. Yox, olmasa qayda kitabından da oxuya bilərsiniz. Əgər o da olmursa, hazırlıqdan da gedib müəlliməmizdən öyrənə bilərsiniz. Yəni, üslubiyyat rahatdır. Bu 3 dənə üslub düşür, daha çox yəni düşür. Nadir hallarda digər üslublardan da düşə bilər. Bunları biləndən sonra artıq siz mətni 10-10 yaza bilərsiniz. Mətni işləməyə başlamamışdan əvvəl, həmişə mətnin birinci o 10 dənə ki sualı var, 10 dənə suala baxmalısınız ki, bizdə nə istəyəcək bu mətni oxuyanda? Bir dənə yəni nəzərdən keçirəcəksiniz, müəyyən qədər yerlərində oxuyacaqsınız, həmin o mətnin suallarını işləməyə hələ başlamırsınız da, sadəcə oxuyursunuz. Ondan sonra artıq keçirirsiniz mətnə.
görək mətndə nə deməsi. Artıq məsələn o sualların bəzilərində olur ki, işarələnmiş deyir, işarələnmiş sözlərdən deyir, nə bilim hansı məcazidir, hansı həqiqidir. Artıq sən o mətni oxuyanda görsən ki, hə mənə bu tapşırıq demişdi, mən bu işarələnmiş sözləri götürdüm. Bizim bir müəlliməmiz var idi, həmişə öz yəni sinif müəlliməmiz. Həmişə deyirdi ki, o oxuyanda, mətni oxuyanda həmin o işarələnmişdi, altından xətt çəkilmişdi, qara hərflərlə, kursi ilə verilmiş sözlərlə hamısını karandaşla dairələyin. Əslində bizə həmin anlar çox mənasız gəldi ki, yəni biz bunu niyə belə eləyək ki, onsuz da görəcəyik də, amma həqiqətən çox önəmlidir. Çünki imtahan zamanı ola bilər ki, gözdən qaça bilər. Evdə işləyəndə yox. Məsələn, evdə işləyəndə bilirsən ki, rahatdır da, nə qədər istəsən vaxtın var, onsuz da bunu işləyəcəksən. Ancaq o imtahanda imtahan stresi ilə həmin onları görməyə bilərsən. Ona görə də normal bir şəkildə ola bilər ki, yəni qara ruçka ilə, qara karandaşla bunların hamısını belə dairə edə bilərsiniz. Altından xəttə çəkə bilərsiniz ki, artıq o sualları keçəndə, məsələn, deyir kursi ilə verilmiş, tez gedib sən artıq qarlamısan axı ki, kursi ilə verilmiş sözü tapa bilərsən. Yəni belə əslində Azərbaycan dilindən 0-dan 100 bala qalxmaq çox rahat bir şeydir. Sadəcə din vəsaitlərlə işləmək lazımdır. Din vəsaitləri yetərlidir. Artıq məsələn, gündə bir dənə kitab çıxardanda uşaqlar narahat olmağa başlayırlar ki, ay mən bunu işləmirəmsə demək mən yaza bilməyəcəm. Bu vəsaiti işləmirəmsə mən bacara bilməyəcəm. Elə eləyəcəm, belə eləyəcəm. Yox, bunlar boş söhbətlərdir. Sadəcə kitablar çıxardılır. Kitabların hamısı işləmək məcburiyyətində deyilsiniz. Ona qalsın nə qədər vəsaitlər var. Bunların hamısını siz bu imtahana hazırlaşdığınız dövrdə onsuz da bitirə bilməzsiniz. Çünki tək bir fəndən deyil bu çıxarılan kitablar. 5 dənə, 6 dənə fəndən, yəni bütün fənlərdən çıxarılan kitablar var. Bunların hamısını necə işləyəsiniz ki siz? Yəni Azərbaycan dilini belə möhkəmləndirmək olar. Tövsiyələrim bu qədər. Məncə kifayət olacaq. Kimin nə sualı varsa şərhlərdə qeyd edə bilər. Bugünlük bu qədər. Sağ olun. Gələn dəfə inşallah riyaziyyatla ingilis dili haqqında danışmaq istəyirəm. Hələ ki Azərbaycan dilindən sonlandırıram. Sağ olun, sağlıqla qalın.